Doktor, liposaksiyadan sonra dəri sallanmasının qarşısını necə alırsınız? Liposaksiyadan sonraki dəri sallanmaları üçün ilk növbədə bizim aparat avadanlığımız ən müasir Avropa tipli aparatlardır və bizdə bir neçə liposaksiya aparatı vardır. Hər birinin özünə uyğun üstün tərəfləri, işlənmə yerləri vardır və bildiyiniz kimi bizdə Möller cihazı vardır ki, o Azərbaycanda ilk dəfə bizdə olub. Bu da yerli keyitmə ilə liposaksiyalar üçün çox mükəmməl bir vasitədir. Çünki Avropada həmin bu cihazla hər 10 xəstədən 9-u narkozsuz yerli keyitmə ilə icra olunur, liposaksiyalar əməliyyat olunurlar. Və ümumiyyətcə liposaksiya zamanı, prosesin özünün gedişatı zamanı biz ona əsasən fikir veririk. Yəni həm mayenin hazırlanması, həm pasiyentimizin hazırlanması öncədən, həm onun bədəninin vücud olaraq dərisinin elastikliğinin olması üçün nələri əvvəlcədən istifadə edirik, nələri sonradan istifadə edirik və eyni zamanda liposaksiyamız zamanı hansı formada, hansı şəkildə piylərə yaxınlaşırıq, onları götürürük ki, bədəndə həmin o nahiyələrdə dəri sallanması baş verməsin və bunları ən mükəmməl şəkildə etdikdən sonra təbii ki, əməliyyatdan dərhal sonra pasiyentlərimizə korsetlərin geyindirilməsidir və 1-2 həftəsinin sonu kimi başlayacağımız aparat masajlarının etdiyi işi önə qoyuruq və bu da çox önəmlidir. Həm ödemin çəkilməsi üçün, həm limfadrenaj üçün. Bəzi bir çox pasiyentlər var, limfadrenaja çox önəm vermirlər. İzah edirik, limfadrenaj çox önəmli bir şeydir. Hər bir pasiyentə, yəni yetər ki, məsələn, Avropanın özündə, Türkiyənin özündə belə hər bir pasiyentə əslinə qalsa limfadrenaj prosesi təyin olunur və necə ki masaja gedirlər, həmin qayda limfadrenaj prosedurlarına da gedirlər. Bizdə artıq son zamanlarda bunları izahını vermiş olublar və daha çox pasiyentlərimiz indi son zamanlarda bunu daha çox qavrayırlar və bu kompleks işin içində onun liposaksiyadan sonraki dəri sallanmaları artıq minimum və sıfıra enmiş olur. Yəni bizim əməliyyatlardan sonra belə bir proses, belə bir problemlə rastlaşmırıq biz. Belə daha çətin olan tərəfləri bizdə təkrar liposaksiyalar zamanı olur. Çünki başqa yerlərdə liposaksiya prosedurları keçirmiş pasiyentlər bizə ki yaxınlaşırlar. Onlarda həmin bu birinci əməliyyatın fəsadı kimi qalmış dəri sallanmalarının özlərinin aradan qaldırılması və təkrar olaraq onların dərisində elastiklik, canlılıq yaradılması, kollagenliyin bərpa olunması üçün bizim həm liposaksiya prosedurumuz zamanı, həm ondan sonraki dövrümüzdə, həm verəcəyimiz kollagenlərdə, aparat masajlarında mütləq şəkildə kompleks biz ona yanaşırıq ki, artıq o problemlər minimala enmiş olsun və heç qalmamış olsun.